Salam, bu videoda fon sistemini divara quraşdırırıq. Qutudan çıxır roliklər, zəncirlər, ağırlıq çəkiləri və divara asılacaq olan askılar. 2 ədəd askımız var, biri sağdan, biri soldan divara bağlanacaq. Birinci növbədə fon kağızımızı qutusundan çıxarırıq. Sonra bu gördüyünüz roliki sağdan və buradan zəncir asılacaq bu yerdən, digərini isə soldan bağlayırıq fonun içinə. Roliki kartonun içinə daxil edəndən sonra baş tərəfdəki vinti sıxırıq, rolik içəridə genişlənir və kartonu sıxır. Beləcə yerində möhkəm dayanır. Eyni prosesi digər tərəf üçün də təkrarlayırıq, həmin roliki də sıxırıq. Bu gördüyünüz hissəni isə tam ortada saxlamaq lazımdır ölçü götürən zaman. Əvvəlcə bunu tam ortada saxlayırıq və asılqanlarımızı yerləşdiririk. Asılqanlar arasında məsafəni ölçəndən sonra divarı deşməyə başlaya bilərik. Divarı deşirik və asılqanları divara bağlayırıq. Sonra isə fon kağızlarını asmağa növbə gəlir çatır. Əvvəl zəncirin uzunluğunu düzəldirik. Bizə lazım olan uzunluq qədər seçib 45 dərəcəli bucaq altında bu formada zəncirin boyunu qısalda və yaxud uzada bilərik. Bu gördüyünüz çarxdan keçiririk. Ağırlığı əlavə edib zənciri yenidən bağlayırıq. Sonda fon kağızını asılqanın üzərinə qoyanda bu formada bir görüntü alınacaq. Bu gördüyünüz isə balans çarxıdır. Fonu açıb bağlayan zaman zəncirin nə qədər bərk olmasını istəyiriksə bir o qədər sıxırıq. Burada isə görürük ki, bizim zəncir biraz uzun olub, ona görə uzunluğunu biraz da qısaldırıq. Əgər hər şey tamamlanandan sonra fonu açıb bağlayan zaman siz də görsəz ki, bu formada hərəkət edir. Deməli, roliki düz daxil etməmisiz. Çarxı biraz boşaldıb, roliki tam üfüqi vəziyyətdə daxil edib elə yerində sıxmaq lazımdır. Təkrar yoxlayırıq biz burada. Görürük ki, artıq bu dəfə daha yaxşıdır. Bu quraşdırmada tavan alçaq olduğu üçün zəncirləri qısa saxladıq və bir-birinə mane olmasın deyənə ikisini sağdan, ikisini də soldan quraşdırdıq.